Səfər boyu başımıza gələn ən stressli, amma indi gülərək xatırladığınız hadisə hansıdır? Ümidin bir xatirəsi var. Düzün desəm mənim heç stress olmadığım bir vəziyyət idi, amma Ümid çox qorxmuşdu. Söhbətin başlanğıcını mən danışım, davamını Ümid aparar. Deməli, mənə Aykız Stereya lazım idi və orada bir qrup uşaqlara yaxınlaşdıq. Orada balaca belə pub kimi bir yer var idi. Nəsə yaxınlaşdım, onlardan istədim, başladıq söhbət eləməyə zət. Mənim telefonumda Stranger Things'in ekranı vardı. Oradakı qız onu gördü, başladı belə qışqırmaq ki, "Aa, mən də fanam, nə bilim, nə." Yəni söhbət burdan böyüdü, nə bilim, başladıq söhbət eləməyə falan. Sonra Söhbət böyüdü, hamımızdan səmimi oldular. Onlar böyük bir qrup idi bu arada. Yəni bizdən 2 qat böyük idilər. Yəni 8 nəfərdən çox olardılar. Çox idilər. Hamısı gəldi, bizlə tanış oldular, elədilər. Sonra bizi dəvət elədilər kluba, girdi içəri. bu deyildi, pub idi. Pub idi, amma çox Çox belə fana. canlı pub idi. İnsan içəridə dəhşət çox. Forloft idi, Forloft. Biz girdik içəri, adam çox idi. Mən elə momentlərdə stres oluram çünki tanımadığımız insan bizi tanımadığımız daha bir qrup bizi çəkir içəri. Yəni bilmirsən də sonra nə olacaq. Onlar itəcəklər, batacaqlar, onların şotu necə olacaq. Yəni burada qorxulan əslində mənim pul teması idi çünki mən bilmirəm də onlar bizi niyə çəkiblər ora. Yəni o momentdə mən biraz təlaşlandım və uşaqlara dedim ki, yəni də biz bunları tanımırıq da. Dartışdırdım, yəni çıxdıq biz oradan. Çıxdığımızda mən danışım. Biraz qaçır. Ümid qorxudan bizi hələ çıxartdı ki, oradan başladı qaçmağa. Mən də şokdayam ki, bu niyə qaçır? Sən demə qorxubmuş bu ki, bunlar niyə bizi bura çağırır, nə bilim nə. Yəni məncə heç qorxulası bir şeydir. Mən 2 il orada yaşamışam, elə bir şeydən, yəni elə bir qrupdan qorxacaq bir qrup deyildi. Sən abartırsan. İçkiyə dəvət elədilər də. İçəri çəkdilər də. Biz məni çox narahat elədi, bilmirəm. Neysə. Ümid üçün stressli, bizim üçün gülməli bir situasiya idi.